Hər kəs salam Kripto Azərbaycan izləyiciləri yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, indi isə bu videonu diqqətli izləyin, diqqətli dinləyin. Çünki dediklərim sizin üçün yeni bir iş növü kimi ola bilər. Bildiyiniz kimi mən bu kanalda həqiqi mənada 2 ildir ki, hər hansı bir food servisi yəni təmsil etmirəm. Və arxa planda bəli, food servisi ilə özüm məşğulam, ancaq hər zaman sizlərə bu söz demişəm ki, food servisindən uzaq durun. Çünki niyə? Yəni bunların səbəbləri olub, bu danışıqlarımın səbəbləri olub ki, müəyyən yerdən sonra insan öz nəfsini food servisdə idarə edə bilmir. Yəni bir sözlə, insan girdiyi bütün əməliyyatları artıq disiplinsiz şəkildə, yəni səliqə-səhman olmadan, full balans, məsəl üçün, hər hansısa bir pozisiya açır, əlindəki hər şeyi itirir. O an hər şeyi təkrardan qazana bilər. Ancaq o an əlindəki hər şeyi itirə də bilər. Yəni bu tərs müxtəlif, necə deyim, food servisidə başımıza nəfsimizin açdığı oyunlar olur. Büdcə idarəsini düzgün etməməyimizdir. Buna da ən böyük səbəblərdən biri. Məsəl üçün, büdcə idarəsi, dostlarım, bu şəkildə olmalıdır. Məncə, cross konkret olaraq uzaq duracağımız işli food servisidə, yəni crossla hər hansı bir əməliyyat açmırıq, isolated-la əməliyyatlarımızı açırıq. Məsəl üçün, bunu bu şəkildə deyim, heç stop lossdan da istifadə etmirik. Deyək ki, $10 bir pozisiya açmışıq, düzdürmü? Yəni, ümumilikdə $100 büdcəmiz var və büdcəmizin ilk işimiz üçün $10 istifadə edirik. Məsəl üçün, $10, baxın, $10 bir pozisiya açırıq, açdığımız pozisiyada itiririk, düzdürmü? Moddan düşmürük. Bu kripto bazarı daima açıq bir bazardır. Başa düşdünüz? Bir əməliyyatda itirdiysə, növbətisində də itirdiysə, ondan sonra növbətisində də itirdiysə, axır əvvəl təbii ki, başlayacağıq qazanmağa. Ancaq əlimizdəki büdcəni daima qoruyub saxlamalıyıq. Başa düşdünüz uşaqlar? Məsəl üçün, $100 balansla girmişik food servisə hamımız. Düzdürmü? Bu arada Bitcoin, Ethereum, bir də XRP, bir Solana. Hələ ki, bu 4 valyutanın üzərindən söhbətlər gedəcək, yəni onlarla əməliyyat açmağı planlayıram. Deyək ki, dostlarım, $100 pulumuz var. Hamımızın yəni kişiliyə olan son $100'dır. Buna bu şəkildə baxmalıyıq. Biz bu $100'ları, yəni az məbləği böyütməliyik. Başa düşdünüz? Məsəl üçün, $100'ı bir əldə 100x-la açmırıq, 125x-la açmırıq. Başa düşdünüz? X qaydalarımız olmalıdır. Məsəl üçün, maksimum 25x-a qədər kaldırasdan istifadə edə bilərik. Başa düşdünüz? Maksimum əlimizdə istəyir $100.000 da olsun, istəyir $100.000 da olsun, $1000 da olsun, $10.000 da olsun, fərq etmir. Büdcəmizin maksimum bir prosesdə 10%'ını istifadə etməliyik. İndi bəziləri deyir ki, 1%'ın, məsəl üçün, büdcənin istifadə et. Yoldaşlar, burada məqsədimiz təbii ki, qazanmaqdır. Başa düşdünüz? Yəni, 1%'la indi durub nə edəcəyik ki, heç nə. Ona görə, məsəl üçün, ortalamanı deyirəm. $100'dırsa əlimizdəki miqdar $100'ı 10 yerə bölürük. Başa düşdünüz? Yəni, 3 prosesdə, 4 prosesdə itirəndə təkrardan, bax, düşürük, qalxırıq. Başa düşdünüz? Təkrardan balansı toplayırıq. Yəni, bir də görəcəksiniz ki, məsəl üçün, balansınız $200'dır. Bir də görəcəksiniz ki, balansınız $70'dır. Bir də görəcəksiniz ki, balansınız $500'dır zamanla. Başa düşdünüz? Düşürük, qalxırıq. Bax, burada eynən özünüzü, bax, konkret olaraq bu şamların yerinə qoyun. Görürsünüz, bu şamların hamısı. Biri qalxır, biri düşür. Biri qalxır, biri düşür. Həmçinin də sizlərin də, baxın, büdcəniz bu şəkildə olacaq. Başa düşdünüz? Bizlər yoldaşlar,
təmizin danışaq. İstəyirik ki, bir günə Amerikanı yaradaq. Yəni bu bir günlük bir şey deyil. Artıq bildiyiniz kimi dostum Şəmistanda gəlib. Yəni Rusiyada idi, artıq o da Azərbaycandadır. İndi ikimiz bir yerdə təbii ki, digər adminlər də qoşulacaq bizlərlə. Qrup açacağıq. Başa düşdünüz. İndi hansı birjanı seçəcəyiksə, hələ ki tam dəqiq qərar verməmişəm birjada. O birjada məsəl üçün əməliyyatlarımızı edəcəyik. Başa düşdünüz. Hələ ki seçəcəyimiz valyutalarda belə deyim, Bitcoin, Ethereum, XRP, bir də Solana. Düzdür, Tron da ola bilər, Dogecoin də ola bilər. İndi bunlar o anın hype-ına bağlıdır, o anın o kriptonun o günkü volümünə bağlıdır, o kriptonun günlük ticarətinə konkret olaraq bağlı şeylərdir. Məsəl üçün Bitcoin-ə də long girə bilərik və ya o gün bazar düşüşdədirsə Bitcoin-ə short açarıq və ya Ethereum-a short açarıq. Yəni bu şəkildə də dostlarım, əl-ələ, bərabər şəkildə işləyərik. Başa düşdünüz? Yəni bunu da təkrardan sizlər bunu konkret olaraq səhv başa düşməyin uşaqlar. Yəni bu həqiqi mənada mənim də etmək istədiyim bir şeydir ki, məsəl üçün də Futures'də insan gərək tək başına qalmaya. Yəni bura həqiqi mənada elə bir yerdir ki, həm özünü dayandırmağı bacarmalısan ki, inşallah inanıram ki, yəni qrup şəklində girəndə bizlər bunlara konkret olaraq nəzarət edəcəyik. Həm burada özümüzü stoplaya biləcəyik. Məsəl üçün dur nöqtəmizi biləcəyik. Yəni ağıl-ağıldan həqiqi mənada üstündür yoldaşlar. Məsəl üçün burada FOMO hissləri var. Yəni bu hisslər də bu şəkildədir. Məsəl üçün Bitcoin düşürsə, yəni buna FOMO deməyək, bu arada dirəşmək deyək konkret olaraq. Bitcoin düşürsə, 10 dollar məsəl üçün pul qoydum, yəni liqə getdim. Dalayacam 1 də 10 dollar qoyuram ki, bu qalxmalı deyil. Sonra 1 də 10 dollar qoyuram. Sonra 1 də 10 dollar qoyuram, ancaq itirə-itirə gedirəm. Başa düşdünüz? Onun özün belə düşünmədən görürsən ki, bazarla dirəşirsən. Bu bazarla da sən milyardlıq, trilyonluq bir bazarla 10 dolların nə ilə dirəşəcəksən? Əlbəttə o an artıq pozisiyamızı da dəyişməliyik. Yox, əgər ortada da əgər qalırıqsa, ortada qalanda təbii ki, pozisiyamızı bağlayırıq. İtirəcəyimiz komissiya məsəl üçün 20, 30, 50, 60 sent olsun. Cəhənnəmə itirək. Başa düşdünüz? O an məsəl üçün görürük ki, bazar artıq yəni bizi boşda saxlayır. Bazarın nə üz yuxarı gedəcəyini bilirik, nə üz yuxarı, üz aşağı gedəcəyini bilirik. Yəni bunları bilmiriksə xeyirləri başlarına dəysin, dayanırıq. Başa düşdünüz? Yəni bir sözlə disiplinli oluruq. Səliqə səhmanla iş görürük. Nəfsimizi, başa düşdünüz yoldaşlar, idarə etməyi öyrənirik. Bildiniz necə? İndiyənə kimi hamımız Futures'dən, yəni çoxumuz da, indi mən öz tanıdığım ətrafımı deyirəm. Futures'dən heyvan kimi istifadə edirik. Başa düşdünüz? O an Futures'ə girəndə istəyirik ki, bir günə borclarımızı bağlayaq, bir günə onu edək, bunu edək. Elə bir bütün problemlərimizin hamısını Futures'in üzərinə atırıq ki, buradan qazanım, bunların hamısını əldə edəcəm. Baxın, Futures'ə borc pulla girməyin. Futures'ə konkret olaraq, Futures'dən heç bir gözləntiniz olmasın. Məsəl üçün, deyək ki, 10 dollarını 20 dollar etmirsən, ay 25 dollar edim, əməliyyatımı saxlayaram. Bax, bunu etməyin. Başa düşdünüz yoldaşlar. Dur nöqtəmizi də bilməliyik. Onsuz da mən qrup yaradacam. Bu qrup yaranandan sonra artıq konkret olaraq hamı bir nəfər kimi içi, başda mən olmaqla qaydalara riayət edəcəyik. Başa düşdünüz yoldaşlar. Məsəl üçün, itirəndə da axmaq kimi itirdik, batdıq, o oldu, bu oldu. Yəni bu şeyləri etməyəcəyik. Bazarda fürsət bitmir. Yeni proseslər axtaracağıq, yeni əməliyyatlar axtaracağıq. Başa düşdünüz. Biz də uşaq deyilik, ömrümüzü qoymuşuq bu işin içində. Bildiniz necə? Həm biz, həm siz və ya indi deyə bilərsən ki, bəs Azər, mənim biliyim yoxdur. Okey, biliyin yoxdur, yenə də
gələrsən yanımıza, başa düşdün. Yenə də proseslərə girərsən, çıxarsan. Bildin necə yavaş-yavaş da 5 aydan sonra məsəl üçün biliyin olacaq. Bildin necə. Bu arada indi qrupa birinci hamını ala bilərəm. Amma zamanla yoldaşlar, təbii ki, indi azdan çoxdan məni bilirsiniz. Zamanla o yaxşıları, pisləri eləmək mövzusu var. Zamanla gördük ki, məsəl üçün filan kəs özünü apara bilmir və ya filan kəs danışığını bilmir və ya bir sözlə də sarsaq adamdır. Yəni onların hamısını bir-bir təmizləyəcəyik. Ekstra olaraq qaydalar qoyacağıq. O qaydalara əməl edən sadəcə traderlar o qrupa yığışa biləcək. Başa düşdünüz yoldaşlar? Yəni elə bir şərait yaradacağıq ki, konkret olaraq hər yoldan keçən gəlib qoşula bilməyəcək. Həqiqətən Kripto Azərbaycanın bugün izləyicisənsə, sən qoşula biləcəksən ki, yenə də deyirəm, elə etməliyik ki, yoldaşlar, konkret olaraq qayda qanunla bu işi görməliyik. Başa düşdünüz? Nəfsimizi bir sözlə kontrol etmək, yəni bizim əlimizdə olmalıdır. Yəni bunu illərdir. Deməli, gediriksə bu yolu, ortada bir şey yoxdursa, artıq qardaş dayanmalıyıq. Çünki bizim illərdir getdiyimiz yol bu yol. Səhv yol olub. Başa düşdünüz? İndən belə başqa bir yol yoxlamalıyıq. Bildiniz necə? Bu da ki, konkret nədir? Yenə də dediyim kimi disiplin. Biz yoxsa əlimizdə 100 dollar var. 100 dolların birincisində 10 dollar deyək ki, qoyduq. Düzdür, itirdik. Təkrardan 10 dollar qoyduq, onu da itirdik. Sonra bir 10 dollar da qoyduq, onu da itirdik. Sonra nə edirik? 70 dolları birdən qoyub itiririk. Bax, bu bilirsiniz nədir? Bu disiplinsizlikdir. Və ya 100x-la hər hansı bir proses açırıq. 100x-la. Tez qazanmağa, tez itirməyə artıq vərdiş edirik. O an nə verəcəksə versin, verməyəcəksə verməsin. Başa düşdünüz? Ancaq bu iş okey, nə qədər də 50% qumar olsa da, yəni bu qumar belə deyim dostlarım. Yəni kriptoda volatillik az olduğuna görə, yəni konkret olaraq bunların treydi qumar sayılır. Bax, bunu ilk başdan aranızda namaz qılanlar falan varsa, yəni bilsin. Yəni burada volatillik sizin düşündüyünüz kimi səhm bazarları kimi deyil. Yəni konkret əgər ürəyin qəbul etmirsə, məncə uzaq durmalısan, başa düşdün. Yerdə qaldı bu biri dostlarımız. Baxın, sizlərə deyirəm. Əsas burada nəfsimizi vallah qoruya bilsək, itki də boş şeydir. İtki də artıq gələcək zamanla öz yerini qazancla dolduracaq. Ancaq ağıllı hərəkət etməliyik. Qayda qanunla hərəkət etməliyik. Başa düşdünüz? İndi bu dediyim mövzu haqqında fikirləşin hamınız ki, hələ qarşınızda vaxtınız var dostlarım. Fikirləşin, qərar verin. Əgər fikrimlə razısınızsa, niyə razısınız? Konkret olaraq rəylərdə onu bildirin. Videonu da bəyənərək Kripto Azərbaycan kanalına dəstək olmağı unutmayın. Bu arada dostlarım, yatmamışam. Yəni bu videonu bu şəkildə çəkirəm. Yəni məncə mənim dediyim gözəl bir şeydir ki, çünki işləyən beyinlərin hamısı indi bəzi dostlarımız təbii ki bilməyəcək, savadsız olacaq, amma digər məsəl üçün işləyən beyinlər var ki, hamımız bərabər bir yerdə olacağıq. Başa düşdünüz? Belə növbəti videoda görüşmək üzrə. Bu arada bütün məlumatlar yadımdan çıxdı. Telegram kanalımızda paylaşılacaq. Videonun açıqlama qismində və rəylərdə Telegram kanalımızı paylaşmışam. Təkrardan da bu səfər sağ olun, hələlik.